Hələ Mələşi Nəcəfi özü danışır. Mən uşaq idim. Anam süfrə sərdi. Mənə dedi ki, oğlum get atavı çağır. Gəlsin süfrə başında əyləsin. Deyir, mən qalxdım yuxarı. Qapına astaca döydüm, açdım. Gördüm atam uzanıbdır. Gözləri də yumuludur. Deyir, bilmədim yatıb, yoxsa mürgülüyür. Hələ istirahət eləyir, hələ özündədir huşu. Amma gözləri yumulur. Deyir, bunu bilmədim. Ananın haqqı var axı, ana əmr eləyib, get atanı çağır. Ata da birdən yatar. Onu oyadaram, narahat eləyərəm, qalmışam iki yol arasında. Neyniyim? Deyir, dizimi qoydum yerə, atamın ayağının altından öpdüm. Ki birdən mürgülüyürdüsə oyanacaq. Yox, oyanmasa deməli yatıbdır, atanı narahat eləmək olmaz. Anaya bir yolla vəziyyəti başa salacaq. Deyir, atamın ayağının altından öpdüm, atam oyandı. Deyir, durdu, əyləşdi, ağladı. Ki deyir, oğlum, sən ki mənə bu qədər hörmət elədin, mənə bu qədər ehtiram göstərdin. Oğlum, görüm Allah Teala sənə bu dünyada və ahirətdə ən uca məqamı nəsib eləsin. Mələşi Nəcəfi deyir, o gündən həyatım dəyişdi. Allah Teala məni haralara uzatdı. Ən yüksək məqamlara uzatdı. Valideynə xidmət vallahi, billahi cənnətdir.